Nə üçün insanlar yollarını azırlar, dindən çıxırlar? Görürsən ki, günahlara baş vururlar. Bu barədə ümmətin alimlərindən olan İbn Baz rahimehullaha sual verirlər. Və şeyxdən soruşurlar ki, insanların yollarını azmalarına, dindən çıxmalarına, Allah qorusun, günahlara baş vurmasına, yəni səbəb nədir? Niyə görə bu baş verir? Və şeyx 2 dənə səbəb gətirir və deyir ki, sən deyir, o insanları namazda, orucda, məsciddə olan görərsən deyir. Lakin sonradan görürsən ki, uzaqlaşaraq şeytanın yoluna baş vururlar. Ən birinci səbəb, şeyx deyir ki, onlar bu iman nemətinə görə Allaha deyir, təşəkkür etmirlər heç vaxt. Subhanallah. Dəhşət bir səbəbdir. Yəni, bu oxuduqda sanki özümə belə bir sual verdim ki, sən Allah Taala'nın verdiyi bu İslam nemətinə görə, bu iman nemətinə görə Allaha şükür etmirsən, təşəkkür etmirsən. Elhamdülillah, alə bi ni'mətil İslam. Müsəlman, yəni Allah Taala'nın onu bu İslam neməti ilə izzətləndirdiyi üçün, bu İslam nemətini ona verdiyi üçün Allah həmd etməlidir. Bu birinci səbəb insanların azmalarına. Və sonra ikinci səbəbi gətirir şeyx, deyir ki, Allahdan sabitlik istəməklər bu yoldadır. Allahdan bu yolda sabitlik istəməklər. Hər bir kəsin, hər bir müsəlmanın, hər bir insanın istəyi var. Kimisi görsən biznesi üçün istəyir, ticarəti üçün istəyir, kimisi sağlamlığı üçün, kimisi övlad üçün, kimisi nə bilim, valideyn üçün, kimsə, yəni səbəblər çoxdur, istək səbəbləri. İnsanların istəklərinin, arzularının sonu yoxdur. Lakin Allah Resulü sallallahu aleyhi ve sellem necə xanımları deyir, möminlərin anaları, zövcələri deyir, Allahdan ən çox sabitlik istəyər. Ya müqallibəl qulub, sabbit qalbi alə dinik. Məni din, qəlbimi dinin üzərində sabit et. Bu iki səbəb insanların dindən çıxmalarına, günahlara baş vurmalarına səbəbdir. Allah Subhanahu taala bizi bu dində sabit etsin.